Lənkərandayıq və Asiman usta dostlar bizim maşınımızın işini bitirdi. Yəni Asimanın obyektin qabağındayıq. Özü burada yoxdur, Rusiyadadır və qardaşımız buradadır. Bütün periodok sistemini yığıb. Salam aleyküm qardaş. Salam. Nətərsən, nə var, nə yox? Salam, yaxşı. Maşını dedim ki, elə Lənkəranda yığdıraq, burada bitsin. Elə içi də burada yığılacaq digər ustanın yanında. İndi motoru qoyuruq. Elə bunun periodokunu sizə göstərmək istəyirəm. Gözəlliyini sizə göstərmək istəyirəm. İlk olaraq gəl sizə maşını göstərim. Asimanın gördüyü iş. Təzə elə bir zavod 07-dir. Yəni hər şeyi zavod. O yan-bu-yan söhbəti yoxdur da. Yəni maşının qapılarının içlərinə qədər, bütün detallarına qədər Asiman bunu zavod formasına gətirib və yəni yeni 07-dən seçilmir. Periodokumuz da elə bir təptəzə 07-dir. Hər şeyi yenilədik. Köhnələri də düzəltdik, təmizlədik. Hər şey super bir formada. Yəni bu maşını yığdırmaq çox pul apardı, amma ki dəyər. Ata yadigarıdır da, yəni yazasınız ki yadigarlıq bir şey qalmayıb. Yox, qalıb. Qoyuruq. Dən kömək eləyim sənə, də. Maşının motoru Nefsalada yığılıb, Nami Usta yığıb, sağ olsun, əla bir vəziyyətdədir. Maşınımız enjektordur. Əda, necədir? Usta, sən neçə gün işin qalıb? Bir həftə, hə. Usta bundan sonra radiatoru qoyacaq, maşını xodlayacaq və digər ustaya təhsil verəcək. Ümumilikdə maşının təqribi bir ay işi qalıb. Neyniyək? Bununla bəs hara gedək?